Hamıya salam. Bugün sizlərə blok imtahanı haqqında məsləhət videosu çəkirəm və qeyd edeyim ki, mən 3-cü qrup DT alt qrupu üzrə 368,7 bal toplamışdım və düşünürəm ki, özüm nələrdən istifadə eləmişəm, hansı metodlardan istifadə eləmişəm, onlardan danışsam sizin üçün də yaxşı olar və faydalı olar. Və bu video sadəcə 3-cü qruplar üçün çəkilmir. Qeyd eləmişdim, mən post paylaşmışdım. Siz də istəmişdiniz ki, yəni ümumi blok imtahanı haqqında ayrı bir video çəkim və 3-cü qruplar üçün ayrı bir video çəkim və hal-hazırda mən ümumi blok imtahanı haqqında məsləhət verirəm. Yəni bu videoya nəinki 3-cü qruplar, hətta 1, 2 və 4-cü qruplar belə baxa bilər və faydalana bilərlər. Bu videoya bilmirəm açan baxırsınız, amma əgər buraxılış imtahanından sonra baxırsınızsa, deməli artıq bir dərdiniz azalıb və qaldı bütün fikrinizi bu blok imtahanına fokuslamaq. Yəni əgər buraxılış imtahanından yüksək nəticə toplaya bilməmisinizsə ya da istədiyiniz nəticəni əldə edə bilməmisinizsə, düzdür, bilirəm cavablar hələ çıxmır, amma siz ən azından hesablayıb, yəni təqribi balınızı bilə bilərsiniz. Məndə də elə olmuşdu. Mən özümdən 30-40 bal yüksək gözləyirdim, amma elə olmadı. Buraxılış imtahanından çıxandan sonra mən dedim, kaş mən daha yaxşı oxuyaydım. Yəni bu hissi yaşamamaq üçün xahiş edirəm, biraz özünüzü sıxıb, yəni bəzi əyləncələrdən özünüzü məhrum eləyib, məncə biraz dərslərinizə fokuslansaz daha yaxşı olar. Ən azından mənim yaşadığım peşmançılığı yaşamazsınız ümid edirəm. Əgər buraxılış imtahanından aşağı nəticə toplamısınızsa, istədiyiniz nəticəni əldə edə bilməmisinizsə, həqiqətən bunu problem eləməyə artıq ehtiyac yoxdur. Çünki yəni siz indi bütün gün fikirləşəcəksiniz, ayda mən kaş buraxılışdan daha yüksək nəticə toplayaydım. Amma qarşıda blok imtahanı var və siz demək olar ki, fikrinizi cəmləyib blok imtahanına hazırlaşa bilmirsiniz. Niyə bunu edirsiniz? Başa düşmürəm. Zaten fikirləşib nə olacaq? Artıq yazmısınız, yəni buraxılış imtahanını vermisiniz və qalıb növbəti etapa fokuslanmaq. Həqiqətən sadəcə fikrinizi blok imtahanına cəmləyin və çalışın blok imtahanına daha yaxşı çalışın. Buraxılış imtahanında etdiyiniz səhvləri eləməyin. Nəysə, keçək blok imtahanına. İlk öncə dərs planım haqqında danışmaq istəyirəm. Deməli, buraxılış imtahanı bizdə martın 2-si idi və biz düz 2 gün sonra, yəni martın 4-ü başladıq yenə blok fənlərinə hazırlığa getməyə və demək olar ki, istirahət eləmədik. İmtahanın səhərsi günündə müəllim yanına getmək əzabdır həqiqətən. Çalışın bir gün ən azından istirahət götürün. Həqiqətən insan özünü toparlamalıdır. Yəni mən belə düşünürəm. Çünki mən bütün imtahanlardan sonra müəllimlərimdən 2 gün, 3 gün falan istirahət götürürdüm. Həqiqətən lazımdır. Yəni o imtahanda 3 saat oturub bütün gün beyniniz işləyir və həqiqətən çox yorulursunuz. Yəni həm fiziki cəhətdən, həm də digər cəhətdən yorulursunuz. Ona görə də istirahət eləmək lazımdır. Ən azından bir gün, yəni səhərsi gün müəllim düşünürəm ki, hazırlığa çağırmamalıdır. Yəni uşaqları da başa düşmək lazımdır. Buraxılış imtahanı bitdikdən sonra blok fənlərinə hazırlaşmaq nisbətən daha asan olur. Çünki məsələn, buraxılış periodunda biz həm blok fənlərinə, həm də buraxılış fənlərinə vaxt ayırırdıq. Amma artıq buraxılış imtahanı bitdikdən sonra sadəcə blok fənlərinə fokuslanırıq və elə də gedirik. Məncə daha rahat olur, həm də daha çox vaxt qalır sınaq işləməyə və yaxud da əlavələr işləməyə. Amma hazırlıqların günün bizdə artırmışlar. Məsələn, biz əvvəl tarixə həftədə 3 dəfə gedirdiksə, artıq həftədə 6 dəfə gedirdik. Həm də bunun bir səbəbi də var idi ki, biz müəllimimizdən xahiş eləmişdik. Yəni buraxılış imtahanından 1 ay falan qabaq tarix müəllimimizdən xahiş eləmişdik ki, bizə istirahət versin və siz çalışın belə eləməyin. Çünki 1 ay həqiqətən çox uzun bir müddətdir və bu 1 ay ərzində demək olar ki, tarixdən heç bir şey ağlımda qalmamışdı, hər şey yaddan çıxmışdı. 1 ay yox, ən azından 2 həftə sizə istirahət versələr məncə bəhs eləyir. Düzü başa düşürəm, buraxılış imtahanı bir dəfə olur deyə uşaqlar istəyir ona full fokuslansınlar falan, amma bunu da eləməyin. Və ən əsası da özünüzə elə bir cədvəl qurun. Yəni hazırlıqları elə planlayın ki, ən azından həftədə bir dəfə sizin istirahət gününüz olsun. Başa düşürəm, onsuz həftədə bir dəfə istirahət günü olsun, siz onsuz dərs eləyəcəksiniz. Amma ən azından həmin günü siz heç birə getmədiyinizə görə biraz əlavələr ən azından işləyə bilərsiniz, biraz təkrarlar eləyə bilərsiniz. Çünki məndə buraxılış imtahanından qabaq həftənin 4-cü günü mən heç bir yerə getmirdim. Yəni hazırlığım yox idi deyə mən çox qəşəng əlavələr işləyə bilirdim. Amma blok imtahanı vaxtı məndə belə bir şey olmamışdı. Çünki həm 7-ci gün, həm də digər günlər dolu idi məndə. Çünki müəllimlərimiz həqiqətən çox əlavələr salmışdılar. Ona görə də biz hər gün gedirdik demək olar ki, müəllim yanına və mənim istirahət günüm yox idi. Bu təbii olaraq pisdir, amma həm də yaxşıdır da, necə deyim, həm fənlər yadınızdan çıxmayacaq.
bütün gün gedirsiniz. Amma həm də məncə yenə də siz bir gün istirahət götürməlisiniz düşünürəm. Və blok imtahanında uşaqların ən çox elədiyi səhvlərdən biri, uşaqlar düşünür ki, yəni 150 bal bizə verən fənlərə daha çox üstünlük versinlər, nəinki 100 ballıq fənlərə. Uşaqlar bunu eləməyə ehtiyac yoxdur. Niyə də bunu eləyəsin? Yəni fikirləşsə, ayda bu mənə onsuz 100 bal verir. Mən bunu niyə yaxşı oxuyum? Uşaqlar 100 bal. Təsəvvür edin, mən 368,7 bal toplamışdım və ədəbiyyat 100 bal vermişdi və mən ədəbiyyatdan 100 toplamışdım. Təsəvvür edin, o 100-ü çıxdıq və mənim ümumi balım 590 idisə, mənim deməli neçə olacaq? 490 olacaqdı. Bu zarafat deyil. 100 bal həqiqətən zarafat deyil. Niyə də 100 balınızı itirəsiniz? Yəni risk eləməyin. Ay bu az bal verir, bunu oxumuram. 3 dənə situasiya cəmi 27 bal verir. 27 bal üçün mən özümü öldürən deyiləm. Belə eləməyin uşaqlar. Əgər sizin həqiqətən məqsədiniz varsa, həqiqətən yüksək bal toplamaq istəyirsinizsə, siz hər bir şey sizə bal verirsə, siz onu yaxşı bilməlisiniz. Çalışın situasiyalara çox önəm verin. Situasiyanın meyarlarına yaxşı-yaxşı baxın. Görün cavablarda necə verilir. Topluluğun arxasındakı cavablara baxın, orada necə bir şey sizdən istəyir yazmaq. Meyarlara çox fikir verməlisiniz. Əgər sizdən misal istəyirsə, siz o misalı yazın. Nə qədər absurd görünürsə. Məsələn, məndə ədəbiyyatda dialoq düşmüşdü, situasiya kimi və demişdi ki, misal verim. Yəni mən də dedim, bu nə sualdır? Dialoqdur da, mən də yazım, filankəs belə yazıb, filankəs belə yazıb. Yazın uşaqlar, həqiqətən mən ona görə balımdan olmuşdum. İndi blok imtahanı üçün hazırlaşırsınız və vaxtı necə düzgün bölək. Yəni məndə heç olmayıb dərs eləyəndə heç fikirləşməmişəm ki, yəni mən məsələn riyaziyyat olsun, riyaziyyatda 2 saat vaxt ayıracam ya da məsələn Azərbaycan dilinə 3 saat vaxt ayıracam. Belə bir şey eləməmişəm. Testlərin çətinlik səviyyəsini siz bilə bilməzsiniz. Bəlkə testlər asan görünür amma çətindir. Bəlkə çətin görünür amma asandır. Bunu nəzərə alıb vaxt ayırmaq bir fənnə məncə düzgün deyil. Sadəcə bütün dərsləri bitirmək üçün, çatdırmaq üçün özünüzə vaxt qoya bilərsiniz. Necə demək istəyirəm? Məsələn, siz gəldiniz hazırlıqdan, saat 7-də gəldiniz, vəbşim 8-də oturdunuz masanıza dərs oxumağa və siz özünüzə deyə bilərsiniz ki, mən saat 12-yə kimi dərs oxuyacağam və 12-yə kimi bütün dərslərimi çatdıracağam. Həqiqətən, əgər belə desəniz, çatdıracaqsınız. Mən belə eləyirdim və çatdırırdım. Sanki fikirləşin ki, 12-dən o yana saat yoxdur. 12-dən o yana gün dayanır və siz heç bir şey eləyə bilməzsiniz. Belə bir şey fikirləşin də. Yəni sanki 12-dən o tərəfə siz müəllim yanına gedəcəksiniz və heç bir şey çatdırmayacaqsınız. Elə bir şey fikirləşin. Belə bir fikirləşsəz, təbii olaraq siz saat 12-yə kimi dərslərinizi çatdıracaqsınız. Yəni indi demirəm siz tələsə dərs edin. Yox, sadəcə özünüzə limit qoyun. Beyniniz bunu görəcək və çatdıracaq hər şeyi və Pomodoro texnikasından istifadə eləyə bilərsiniz. Düşünürəm ki, o haqda çoxunuzun məlumatı var, amma əgər yoxdursa da bura qoyacağam, baxa bilərsiniz. Yəni mən də bu texnikadan istifadə eləmişəm və normadan daha çox və daha yaxşı dərs eləyirdim. Çünki özümə taymer qoymuşam və fikrim başqa yerə getmir. Sırf fokuslanmışam dərsimə və ancaq dərs oxuyuram. Bu texnikadan istifadə etmək üçün proqramlar da yükləyə bilərsiniz. Elə Pomodoro texnik yazsanız gələcək ya da adi taymer tuta bilərsiniz, amma taymeri tövsiyə eləmirəm. Çünki orada 5 dəqiqə istirahət olanda, yəni siz 5 dəqiqədən daha çox istirahət eləyə də bilərsiniz. Ona görə məncə proqramlar yükləsəz yaxşı olar. Bunun üçün ən məşhur proqram Forestdir. Düşünürəm ki, çoxunuz eşitmisiniz bu proqramı. Fərqi yoxdur, blok imtahanına ya da buraxılışa hazırlaşırsınız. Bu texnikadan istifadə eləməyinizi tövsiyə edirəm. Yəni yoxlamaqdan bir şey itirmirsiniz. Bir dəfə yoxlayın, xoşunuza gəlsə davam edərsiniz, xoşunuza gəlməsə özünüz bilərsiniz. Mənə çox gələn suallardan biri də gündə neçə saat dərs oxumaq lazımdır. Bu haqda mən digər videomda da danışmışam. Demişəm ki, bu sual hər kəs üçün eyni deyil. Bu tamamilə sizin hazırki bilik səviyyənizə, imtahana qalan müddətə və sizin özünüz üçün qurduğunuz rejimdən asılıdır. Mən bu 3 il ərzində, yəni 9, 10, 11-ci sinifi nəzərdə tuturam. Heç vaxt, yəni mən baxmamışam ki, mən neçə saat dərs oxumuşam. Yəni əgər mən bekaramsa dərs oxuyurdum.
Müəllim yanından gəlirdimsə dərs oxuyum. Məsələn, müəllim yanından gəlirəm saat 7-də, yarım saat olsun yemək falan. 8-in yarısı və yaxud da 8-dən otururdum dərs masama və saat 12-in yarısına kimi mən dərs eləyirdim. Hətta 12-yə kimi dərs eləyə götürək və bu neçə saat eləyir özünüz fikirləşin. Bundan əlavə də həmin gün mən səhər tezdən 7-də ya da 8-də dururdum və müəllim yanı başlayana kimi, yəqin ki, müəllim yanlarım 2-də falan olurdu, yadımda deyil. O vaxta kimi dərs eləyirdim. Yəni bekaramsa dərs eləyirəm uşaqlar. Yəni başqa bir şey eləmirdim və onun üçün də vaxt tutmaq, yəni mən deyim, mən gündə 10 saat dərs oxuyuram, 12 saat dərs oxuyuram. Mən də bunu dəqiq bilməmişəm deyə sizə də dəqiq deyə bilmərəm. Amma mən ChatGPT-dən tapdım imtahana qalan müddətə görə, yəni imtahana nə qədər qalıbsa, o müddətə görə neçə saat dərs oxumalısınız. Onu ekrana qoyacağam, baxa bilərsiniz, amma təbii olaraq bu hər kəsə aid deyil. Yəni o demək deyil ki, orada yazılıb siz 5 saat oxumalısınız, amma siz cəmi 3 saat çatdırmısınız dərs oxumağa. Ayda, yəni mən 3 saat dərs oxudum, deməli mən heç bir şey bacara bilməyəcəm, imtahanda yaxşı yaza bilməyəcəm. Belə bir şey yoxdur. Testlər əsasdır həqiqətən. Yəni mövzudansa test çox çalışın. Yəni bir mövzunu oxudunuz, öyrəndiniz, çalışın 100 dənə, 200 dənə, 300 dənə test işləyin. Yəni nə qədər çox olsa o qədər yaxşıdır. Düzü mən indiyə kimi oturub 300 dənə test işləməmişəm. O ingilis dilindən başqa. İngilis dili mənim üçün asan gəlirdi. Ona görə mən ondan çox test işləyirdim. Amma belə çalışın 100-150 dənə test işləyin gündəlik. Və ən vacib suallardan, ən vacib nüanslardan biri disiplini necə quraq. Gəlin ən birinci bunu başa düşək ki, disiplin nədir? Disiplin nə olan şey? Disiplin sizin bir şeyi, bir hərəkəti ya da sizin vərdiş halına çevirmək istədiyiniz hər hansısa bir şeyi motivasiyanız belə olmasa, yəni vaxtınız belə nisbətən az olsa, bezmədən edəcəyiniz, təkrarla edəcəyiniz bir şeydir. Bir hərəkətdir. Yəni disiplini 1-2 günə qurmaq olmur. Heç vaxt heç bir kəs sizə deyə bilməz ki, mən disiplini 2 günə qurmuşam, 3 günə qurmuşam, 5 günə qurmuşam. Heç kəs sizə bunu deyə bilməz. Deyirsə də yəqin ki, o disiplinli biri deyil. Çünki disiplin bir neçə aya, hətta bir neçə ilə qurulan bir şeydir. Disiplin səbr istəyir. Səbirli olmalısınız. Bu tamamilə sizdən, sizin iradə gücünüzdən və sizin məqsədlərinizdən asılıdır. Yaxşı, bəs disiplini necə quraq? Ən birinci siz bilməlisiniz ki, sizin məqsədiniz nədir, nə üçün bu yoldasınız, nə üçün davam eləmək istəyirsiniz? Bu suallara cavab tapdıqdan sonra siz özünüz üçün gündəlik planlar qurmalısınız. Yəni gündəlik proqram qurmalısınız özünüz üçün. Məsələn, siz yazmısınız ki, bu gün mən 100 dənə test işləyəcəm. Əgər ki siz o 100 dənə testi həmin gün, məsələn yazdınız da 100 dənə test işləyəcəksiniz, amma 100 dənə yox, 50 dənə test çatdıra bildiniz. Birinci sizin disiplin batdı. Siz disiplinli ola bilmədiniz və yenidən başlamalısınız. Və yaxud da heç başlaya bilməyəcəksiniz, əgər belə getsə. Yəni siz limitlərinizi bilməlisiniz. Əgər bilirdinizsə, ya da nə bilim, bəlkə də bilmirdiniz, amma yenə də özünüzə çox güvəndiniz. Yəni yazırsınız elə belə 100 dənə test. Bunu eləməyin. Əgər 30 dənə test çatdırın, hətta 20 dənə test çatdıra bilirsinizsə, elə ora 20 yazın. Yazın ki, 20 dənə test işləyəcəm bu gün. Və o 20 dənə testi işləyin. Demirəm, sırası başlayın, mən 10 dənə mövzu öyrənəcəm. Belə bir şey eləməyə ehtiyac yoxdur. Yenə də deyirəm, disiplin bir günə qurula bilməz. Heç vaxt. Disiplin bir neçə aya, bir neçə ilə qurulur. Bunu yadınızda saxlayın. Və bu tamamilə sizdən asılıdır. Əgər siz disiplinli bir şəkildə öz planlarınıza riayət eləsəz, ardıcıl davam eləsəz, heç bir şəkildə ruhdan düşməsəz və bütün özünüz üçün qoyduğunuz planlarınızı yerinə yetirsəniz, təbii olaraq da siz disiplinli olacaqsınız. Orta aşağı səviyyədən başlamaq lazımdır. Heç kəs yəni ayağını uzaldıb 20 dənə pilləkən qalxa bilməz. Kiçik-kiçik addımlar lazımdır. Həqiqətən özünüzü yormayın. Demirəm, başlamalısınız 1000 dənə test işləyəcəm bir günə. Yəni bilirsiniz ki, çatdırmayacaqsınız. Niyə onu edirsiniz? Və ən əsası bu gündəlik işləriniz davamlı olmalıdır. Məsələn, siz bu gün özünüz üçün proqram qurmusunuz. Bu gün bu qədər işləyəcəksiniz. Bu gün işlədiniz, sabah onu eləmədiniz, yaddan çıxdı və yaxud da tənbəllik elədiniz. Sanki siz heç başlamamısınız. Yəni həqiqətən belə disiplin olmur uşaqlar. Bir gün elədim, sabah eləmədim, o birisi gün eləyərəm, bəlkə, onu da bilmək olmur. Yəni təsəvvür edin, zəncir ortadan qırılsa, o atılmalı bir şey olacaq. Yəni onu sonradan düzəltmək mümkün deyil. Yəni hər gün planlı şəkildə
bir şey eləsə, sonra özü ardı gələcək. Yəni həqiqətən ruhdan falan da düşməyəcəksiniz. Artıq biləcəksiniz ki, bu sizin həyat tərzinizdir və siz bezməyəcəksiniz. Və son olaraq blok imtahanı haqqında bilməli olduğunuz bəzi məqamlara toxunacağam. Buraxılış imtahanında belə bir şey yoxdur. Blok imtahanında açıq kodlaşdırıla bilən suallara apellyasiya vermək olmur. Çalışın o sualları kodlaşdıranda diqqətli olun, səhv eləməyin. Yəni əgər ondan səhv eləsəz, bilin ki, artıq balınız getdi və siz heç bir şey eləyə bilməyəcəksiniz, çünki apellyasiya onu qəbul eləmir. Özdə mən çox özümə güvənirdim. Dedim ki, 100% apellyasiya verəcəm bunu. Mənə bal verəcəklər. Çox pis olmuşdum. Bizə nəzarətçi də deməmişdi və blok imtahanında cavabları atmaqdan qorxmayın. Bu arada demək istəyirəm ki, sadəcə qapalı sualların səhvi düz aparır. Açıq sualların səhvi düz aparmır. Yəni açıq suallardan səhv eləsəz, doğru cavabınız yanmayacaq ya da getməyəcək. Bunu bilməyənlər var idi deyə ona görə deyirəm. Yəni açıqlarda ata bilərsiniz. Yəni 1 2 3 variantla falan olur. Onları ata bilərsiniz əgər bilmirsinizsə. Yəni şansınızı sınayın yenə də nə olacaq? Yəni əgər siz məsələn Azərbaycan dilindən 28 dənə sual yazmısınız və bilirsiniz ki, bu 28 ya da 25-i 100% düzdür. Siz maksimum, sizə tövsiyə edirəm həqiqətən, maksimum bir dənə sual atın. Bəlkə o sual düz olacaq. Düz olmasa da sizin 0.25 balınız falan gedəcək. O da bir problem deyil həqiqətən. Yəni mən eləyirdim. Bir fəndən elədiyiniz səhv digər fənlərdən topladığınız bala heç bir təsir eləmir deyə deyirəm. Yəni bir fəndən əgər məsələn 25 dənə sual düz yazmısınızsa və 5 dənə sualınız qalıbsa, ən azından 1 ya da 2 dənə sualı belə yaza bilərsiniz. Yəni 80% əminsinizsə, amma yazmırsınızsa, yazın, xahiş edirəm. Və YouTube-da bir post paylaşmışdım. Demişdim ki, suallarınızı verin. Blok imtahanı haqqında video çəksəm cavablandıracağam. Buraxılışa qədər blok fənlərini necə öyrənirdin? Nə qədər vaxt ayırırdın? Hazırlıqdan sonra necə vaxt tapıb dərs eləyirdin? Vallahi yadımda deyil. Yəni müəllimlər evə nə verirdi, onu işləyirdim. Əlavə işləmirdim blok fənlərindən. Sadəcə buraxılış fənlərindən əlavə işləyirdim. Düzü, sadəcə mən çalışırdım blok fənlərinə yox, buraxılış fənlərinə biraz üstünlük verim. Çünki nə qədər də olsa buraxılış imtahanı daha da yaxındır. Amma elə bir vaxt olmayıb ki, mən blok imtahanlarına hazırlaşmayım. Nə qədər vaxt ayırırdım blok fənlərinə? Yəqin ki, buraxılışa ayırdığım qədər ayırmırdım. Daha nisbətən az ayırırdım. Blok imtahanı üçün motivasiya verə bilərsən. Motivasiya axtarmayın. Həqiqətən motivasiya boş şeydir. Gəlib keçən bir şeydir. 10 dəqiqəlik bəlkə də maksimum bir şeydir. Siz niyə motivasiyaya ehtiyacınız olmalıdır axı? Siz bilirsiniz ki, sizin məqsədiniz var. Siz bu 2 ildir dərs oxuyursunuz ki, nə var? Yəni blokda yorulacaqsınız və motivasiyaya ehtiyacınız olacaq. Yəni əgər bunu bilirsinizsə, əgər siz dərslərdən yorulacaqsınızsa, motivasiyaya ehtiyacınız varsa, xahiş edirəm dərs oxumayın. İndi deyəcəksiniz bu nə deyir? Deyir dərs oxuma. Əgər motivasiyanı düşürsünüzsə, dərs oxumayın. Amma əgər dərs oxumaq istəyirsinizsə, motivasiyadan düşməyin. Mən sizə motivasiya verə bilmərəm. İstəyirsiniz motivasiya videolarına baxın, amma onun da sizə bir faydası olmayacaq. Siz bilməlisiniz ki, siz konkret hər gün dərs oxumalısınız və onunla planlı şəkildə getməlisiniz. Motivasiya ehtiyacı duymayın, xahiş edirəm. 11-ci sinifdə ən çox hansı fənnə üstünlük verirdin? Düşünürəm ki, ən yaxşı olduğum fənlərə daha çox üstünlük vermişəm. Yəni buraxılışa kimi mən daha çox ingilis dilinə üstünlük vermişəm. Blokda da məncə daha çox tarixə üstünlük vermişəm. Amma demək olar ki, hamısına eyni vaxt ayırdım. Daha yaxşı bildiyim fən, ən çox sevdiyim fən idi deyə bəlkə də daha sevgi ilə dərs oxuyurdum. Ona görə ola bilər mənə o oxuduğum dərs prosesi daha uzun gəlib, daha elə bilmişəm, vaxt çox ayırmışam. Amma məncə eyni. Yəni üstünlük vermirdim. Hamısına belə eyni dərəcədə səviyyədə. 10-cu sinifə yeni başlayanlara nələr tövsiyə edərsiniz blokla bağlı? Çalışın müəllim evə nə qədər test verir, nə mövzu verir öyrənin ki, 11-ci sinifdə sizdə həqiqətən rahat olacaq. Çalışın 10-cu sinifi istirahət kimi görməyin. Düzü başa düşürəm, 10-cu sinifi siz ekstra bir istirahət ili kimi görürsünüz, amma belə deyil. Əgər siz bu il, yəni 10-cu sinif heç bir şey eləməsəz, 11-ci sinifdə peşman olacaqsınız. Yəni mən 10-cu sinifdə blok və yaxud da buraxılışa aid əlavələr işləməmişəm. Müəllim nə verib onunla yetinmişəm. Yəni ona görə də 10-cu sinifə yəni belə o qədər də bir şey tövsiyə eləmirəm. Sadəcə dərs oxuyun. Müəllim nə verib eləyin, vəsə. Blok imtahanı haqqında istifadə etdiyim bütün metodlar haqqında çalışdığım qədərlə danışdım və düşünürəm ki, bu video təkcə 3-cü qruplara yox və digər qruplara hazırlaşan abituriyentlərə də faydalı olar. Hamınıza uğurlar arzulayıram. Növbəti videolarda görüşərik.